Hər kəsə salam. Videomu izlədiyiniz və bəyəndiyiniz üçün çox sağ olun. İndi isə uzatmadan keçirəm həmin o dediyim biskvitin sirrini sizlərlə bölüşməyə. İndi isə keçək biskvitin hazırlanmasına. Öncə quru bir qab götürürük. Qabın içərisinə 4 ədəd yumurta əlavə edirəm. Qab quru olmalıdır, çünki bu mütləqdir, sulu qalmamalıdır. Yumurtalar ev havasında olsun, ya xaladenikdən olsun, bu fərq etmir. Xaladenikdən də çıxardıb vura bilərsiniz. Bu biskvitinizin çökməsinə mane olmayacaq. Sonra tərəzi götürürəm. Bu şəkər tozunu ölçməyim üçündür. Daha dəqiq olsun. Şəkər tozunu 120 qram əlavə edəcəm. Amma şəkər tozu 131 qram oldu. Biraz artıq atdım. Bu ola bilər, biraz artıq, biraz az. Və indi isə 1 çimdik duz əlavə edirəm və mikser ilə qarışdırmağa başlayıram. Ağarana qədər qarışdırırıq. Bu reseptlə etsəz, əminəm ki, sizin də biskvitiniz eyni bu şəkildə köpəcək. İçərisinə qabartma vanil atmıram. Amma ki, istəsəz vanil ata bilərsiniz. Qoxusu daha da gözəl olmağını istəyirsinizsə. Və ağarana qədər qarışdırdıqdan sonra un əlavə edirəm. Unu 85 qram əlavə etməliyəm, amma biraz artıq olur. Və indi isə çırpıcı vasitəsilə yavaş-yavaş qarışdırıram. Altdan üstə doğru eyni istiqamətdə qarışdırıram. Çox bərk qarışdırmayın ki, biskvitinizin çöpünü sindirməsin. Mən videonu tezləşdirmişəm deyə bərk qarışdırmış kimi görünür, amma əslində yavaş qarışdırıram. Siz də yavaş-yavaş qarışdırın ki, çöpü sinməsin. Belə bir tort qabı götürürəm. Bunu da bişirəcəm və bu böyüyüb kiçilən qablardandır. Mən bunu biraz balaca etdim ki, biskvitim hündür çıxsın. Əgər ki, biskvitiniz böyük və hündür çıxmağını istəyirsinizsə də, yumurtasını, şəkər tozunu, ununu artırmağınız lazımdır ki, biskvitiniz hündür və havalı olsun ya da daha böyük olsun. Və qabın altını falqa ilə örtürəm və bunu 2 qat edirəm. Falqa ilə örtdükdən sonra soba qabını qoyub soba qabının üzərinə yerləşdirirəm və xəmirimizi qaba tökürük. Altını yağlamırıq heç bir şəkildə, sadəcə qarışdırdığınız biskvitin xəmirini tökürük içərisinə. Və xəmir tökdükdən sonra belə çırpırıq ki, içindəki havalar çıxsın. Üstündə də görürsünüz qabarcıqlar. Və nə edirsiniz? Biskvitə başlayanda bişirməyə sobanı yandırırsınız. Və soba 180 dərəcədə isinir. Sonra biskviti yerləşdirəndə 170 dərəcəyə qoyursunuz, biskviti yerləşdirirsiniz. 20-25 dəqiqə bişirirsiniz. Və qəti sobanın ağzını açmırsınız. Açsanız əgər çöpü sənəcək və yaxşı biskvitiniz çıxmayacaq. Biskvit bişdikdən sonra sobanın ağzını açın, biraz istiliyi geçsin, sonra çıxardın, sonra soymağa qoyun. Və biskvit soyduqdan sonra kənarlarını bıçaq ilə kəsin. Bıçaq ilə kəsdikdən sonra biskviti çevirirəm və falqaları çıxardıram.
Falqanı çıxartdıqdan sonra biraz üzərindən basdıqda biskvit özü düşür, çünki kəsmişdim. Və budur möhtəşəm biskvit və sirrini sizlərlə bölüşdüm. Tortlarda istifadə edə bilərsiniz, üzərini bəzəyə bilərsiniz və istədiyiniz kimi, yəni tortlarda istifadə edə bilərsiniz. Çox gözəl, yumşaq bir biskvit çıxdı və bu biskvitin reseptini bölüşdüm. Videonu bəyənsəz, kommentlərdə fikirlərinizi yazsaz çox sevinərəm. Sizin dəstəyiniz mənim üçün önəmlidir. Takib etməyi, bəyənməyi unutmayın. Bir dahakı videolarımda görüşənədək sağ olun.